Onlar da bir 10 gün bundan qabaq o Xoşçobanlı kəndində olanda və sizin yoldaşınızın yas məclisinə gitmişdim də. Orada bu faciəni öyrəndim. Yoldaşınız onkoloji xəstə. Belə bir vəziyyətdə ona xəbər verilir ki, sizi də maşın vurub burada, Sahil qəsəbəsində. Və o xəbər ona veriləndən sonra sağırıq xəstəlik tutub qorxudan və 10 gün içərisində də rəhmətə gedib. Siz də burada neçə aydır? Yanvarın 19 olmuşum. Yanvarın 19-undan bu günə qədər də siz də bax beləcə bir ağır bir vəziyyətdə. Yəni böyük bir ailə faciəsi. Yoldaşınız orada bax belə bir rəhmətə gedib, siz də burada belə bir vəziyyətə düşmüşsünüz. Özüm də şəhid bacısıyam. Zeynalov Bədəl babası oğlu. O birinci Qarabağ müharibəsində həlak olub. Siz də həmin şəhidin Bacısıyım. Kürdəmir şəhididir. Bu ərazi nə adlanır? Qaradağ rayonu Sahil qəsəbəsi stansiya Qaradağ. Belə götürəndə bura yaşayış üçün uyğun bir yer deyil. Rəşad, sən demək ki, müharibə veteranısan, döyüşmüsən, müharibə veteranısan. Neçə yaşın var? Mən 27. 27 yaşın var. Ailəlisən? 3 evladım var. Taksidə işləyirsən. O da ki, rəsmi iş deyil də, elə bir arenda maşın kimi işləyir. Sosial yardıma müraciət eləmişsən? Sosial yardıma xeyr. Hələ sən normal sosial yardıma eləmək üçün də sənin rəsmi iş yerin olmalıdır. Rəsmi iş yerim olmalıdır, yoxdur. Rəsmi iş yeri, yoldaşın da işləmir. Yoldaşım da işləmir. Yoldaşın da rəsmi iş yeri yoxdur. Yox. Adınıza torpaq var. Xeyr. Heç nə yoxdur. Məşğulluğa da müraciət edəcəksiniz. Mən də müraciət edəcəm. Oradan da heç bir xəbər olmayacaq. Həkim nə deyir? Siz qalxa biləcəksiniz. Hələ ki o topuğumu deyir yeriməyə bilmirik də. İndi onun ola bilər ki, ayağınızı yerə basandan sonra bilərik. Təcil yardım maşını gəlib gedə bilir bu? Təsadüfi vaxtdır, yox. Çünki yola mən 10 dəfə zəng gelirsən. Çünki bu yolla heç kim gəlməzdi. Burada yol yoxdur. Çox sağ olun, gəlmişsiniz. Allah Çay ayaqlarınızı var eləsin. Çox sağ olun ki, saymışsınız, gəlmişsiniz. Allah sizdən razı olsun. Kömək lazım olsa mütləq əlaqə saxlayın. Biz aidiyyatı xəstəxanalardan özümüz əlaqə saxlayaq. Lazımsa xahiş edək. İmkan olmadığı yerlərdə də şəxsi xahişlər eləyək ki, xərciniz çıxmasın. Çox sağ olun, Allah razı olsun.